Hörmətli izləyicilərimiz, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 77 nömrəli marşrutun son dayanacağında yeni bir mənzilimiz satışa çıxıb. Bura mənzilimizin qonaq otağıdır. Mənzilimiz təzə təmirdən çıxıb, təmirdən sonra yaşayış olmamışdır. Bura isə mənzilimizin mətbəx hissəsidir. Mətbəx mebeli təzə quraşdırılıb. Mənzilimiz gün düşən mənzildir, panoraması isə düz gölə baxır. Mənzilimizin ümumi sahəsi 72 kvadratdır. Kupsaldır, dövlət ipotekasına isə tam yararlıdır. Bura isə giriş qapısıdır. Giriş qapısından solda zövqə uyğun dolab da yığa bilərsiniz. Mənzilimizin hamam otağı və sanitar qovşaq otaqları ayrı-ayrıdır. Bura sanitar qovşaq otağımız. Bura isə hamam otağımızdır. Kermogranit olan hissələr hamısı istidə polla təchiz olunmuşdur. Bura isə mənzilimizin yataq otağıdır. Mənzilimizdə qaz su işıq təminatı daimidir, istilik sistemi isə kombidir. Mənzilimizin start qiyməti 177 min manatdır. Real alıcılara endirim olunacaq. Açar bizdədir. İstənilən vaxt mənzilə baxış keçirmək mümkündür. Sağ olun, salamat qalın.